Nəzrin, dərslərlə ixtisas arasındakı əlaqə nə dərəcədə uyğundur? Belə deyək də, ixtisasınıza uyğun dərslər tədris olunur. Əlbəttə ki, əlavə dərslərin olmağı normal haldır, amma əsasən nəzərdə tuturuq biz. Bəli, dərslərimiz ixtisasımıza uyğun tədris olunur. Bizim ixtisasda əsasən bizə reading və writing əsas keçirilir. Bizim yazı bacarıqlarımızın daha yaxşı formalaşması üçün və eləcə də readingdə də biz müəyyən mətnləri belə deyək ki, götürürük, tərcümə edirik. Bunlar siyasətlə bağlı ola bilər və yaxud da ki, digər məsələlərlə bağlıdır. Bu mətnləri tərcümə edirik. Əsasən ixtisasımızla bağlı fənlər keçirik. Buna speaking də daxildir. Bizim dərs metodumuz IELTS imtahanına hazırlıq prosesindəki kimi davam eləyir. Bundan əlavə biz gələcəkdə tərcümə ilə bağlı olan fənləri də özümüz seçə bilərik. Məsələn, bədii tərcümə üzrə ixtisasımızı davam etdirmək istəyiriksə, bu sahəni seçə bilərik və yaxud da ki, ictimai siyasi və bu şəkildə bir çox tərcümə növləri var. Siz onu universitet zamanı belə deyək də, məsələn 4-cü kursda artıq seçirsiniz, yoxsa 2-ci kursda sizə deyirlər ki, siz hansı tərcümə ilə belə deyək də, bədii tərcümə ilə məsələn maraqlanırsınız, artıq nəsə dərslərdə, fənlərdə maraqlı bölünmələr olur, yoxsa hər biriniz 4-cü kursa qədər eyni cür oxuyursunuz, sadəcə olaraq sonradan belə deyək, ixtisas seçirsiniz. Daha doğrusu tərcümənin növünü seçirsiniz. Xeyr, bizə 2-ci kursun 1-ci semestrından, daha doğrusu 1-ci kursun 2-ci semestrından bizə təhvil verilir ki, bu ixtisasları siz seçə bilərsiniz, daha doğrusu bu fənləri seçə bilərsiniz və biz o fənlər üzərində öz seçimimizi edirik. Nəzrin, bəs ümumiyyətlə sizə praktiki dərslər keçirilirmi? Əlbəttə ki, 4-cü kursda artıq praktikaya yollanacaqsınız, ona qədər də müəyyən qədər praktiki dərslər keçirməlidir. Bundan bağlı nə deyə bilərsən? Yəni, praktiki dərslər keçirilir və sizi real iş həyatına hazırlamaqları ilə bağlı. Bizdə təəssüf ki, praktiki dərslər keçirilmir. Dediyim kimi, biz sadəcə praktiki olaraq nə eləyə bilərik? Sadəcə bizə müəyyən mətnlər verilə bilər və yaxud da ki, biz hər hansısa bir listeningə qulaq asıb onu tərcümə eləyə bilərik. Yəni, bu şəkildə olur. Praktiki dərslərin keçirilməsi isə təxminən 3-cü kursdan, 4-cü kursdan, yəni bu aralarda başlayır. Hal-hazırda biz 2-ci kursuq, lakin bizə çox da praktiki dərslər, belə deyək ki, tədris olunmur.